Hər birinizi psixiatriya mətbəxində xoş gördük. Bu gün biz Ceyran xanımla cəmiyyətdə çox müzakirə olunan, həmişə qalmaqallara səbəb olan, ad qoya bilmədiyimiz, yer tapa bilmədiyimiz, müasir dünyada yerini oturda bilmədiyimiz qadın-kişi münasibətlər üzərinə danışacağıq. Ki, oğlan uşaqlarının sadəcə silahla, maşınla oynamasının tərəfdarı deyilik. Uşaqlar həm də oyuncaqlarla, yumşaq oyuncaq olsun, kuklalarla falan oynamalıdır. Məsələn, uşağa indi Amerikada son bildiyim qədərilə Florida ştatında deyirlər ki, uşağa sən öz cinsiyyətini özün təyin edə bilərsən. 14 yaşında uşağa deyə bilərik ki, məsələn, biraz gözdə görək hələ sən nəsən. Sən özün təyin elə görək sən nəsən. Da inancları dəyişə bilər ki, mən Allah varmı, yoxmu, Allah'a sorğulaması, mən ateistəm, mən dindaram. Kişilər narazıdır, qadınlar narazıdır. Kişi deyir ki, boynumuza çox yük qoydular. Qadınlar deyir ki, mən kişi olmaq istəyirəm. İcazə məsələsi belə ki, zaten evlilik azadlığı məhdudlaşdırılan bir müəssisə deyil. Yox. Məsələn, deyir ki, biz bərabərik. Biz bərabər deyilik. Biz üstünük təbii ki, qadınlar Tabii siz olaraq. üstünsüz. Kişi işləri var, qadın işləri var da, yəni. Yox, mənə görə mən sanki belə bir hətta mən son dövrlər özüm də diqqət edirəm geyimlərə falan da. Yəni bizim belə kişilərin də, yəni erkək daha şeysə, erkəklərin geyimi belə qadını sılaşır. Qadınların da kişi geyimi kimi olur. ana evdə qulluqçu rolundadır. Yox, Ana modeli deyil, qulluqçu. Ana qulluqçu olmasın, amma ana ata o iyerarxiya zənciri məncə olmalıdır da. Yəni məsələn, dövlətdən idarə olması necədir yəni? Amma bugünkü gün biz qadınları qadınlıqdan çıxartmağa çalışmırıqmı? Sən erkəksən demirik mi onlara? Uşağın qarışacağı yer var, qarışmayacağı yer var.